Siz heç düyü salatını yemisiniz? Gəlin sizlərə dadından doya bilməyəcəyiniz fərqli bir salat reseptini paylaşım. Ləzzətli olacağına zəmanət verirəm. Salat üçün bizə lazımdır 1 stəkan düyü, 3 və ya 4 ədəd yumurta, konserv olmuş qarğıdalı və təbii ki mayonez lazımdır. Öncəliklə düyünü və yumurtanı bişiririk. Düyünü bişəndən sonra soyuması üçün enli bir qaba tökə bilərsiniz. Tam soyumadan salata əlavə eləməyin. Ardınca isə bişmiş yumurtaları xırda-xırda doğrayırsınız. Normal digər salatlarda istifadə etdiyimiz kimi doğrayırıq və bütün ərzaqları da bir qaba tökürük. Düyünü əlavə edərkən çalışın ki, az-az tökün ki, çox olmasın. Düyü artıq olanda o qədər də dadlı olmur. Ardınca konserv olmuş qarğıdalını da tökürük. Üzərinə mayonez və zövqə görə də duz, istiot töküb qarışdırırıq. Bu arada əgər göyərti sevirsinizsə onu da əlavə edə bilərsiniz. Mən sevmədiyim üçün göyərtidən istifadə eləmirəm və hamısını da bərabər qarışdırırsınız. Nəticə etibarilə dadından doya bilməyəcəyiniz çox mükəmməl bir salat resepti alınır. Bu artıq mənim sevimli salatıma çevrilib. İstədim sizin üçün də paylaşım. Əgər faydalı oldusa fikirlərinizi yazmağı və bizi izləməyi unutmayın. Hələlik.